Salam Mələk Qarəşim, sabahın xeyir. Salam, merhaba. Qarəşim, mən o ayın ikisində yerimi əkdirmək istəyim də. Bu kətdə Həsən var da, Həsən, o Söyünün oğlu. Traktörü Əmrahı qoymadı, hədələdi, sonra Bahadur, İlqar, bax bunlar gəldi. Mənim də yadıma düşmədi, mən də 102 çağırdım. Onlar 102-dən gəldilər, ofşum, sən yadıma düşmədin deyəm də. İndi qardaş, mənim təsərrüfatıma onların, məsələn, Həsənin, nə İlqarın, mənim bu əkənək sahəmi bilirsən də, məktəbin dalında, şum yeri. Bax, əkdirməyə qoymadı, indi traktorist də gəlmir Əmrah. İndi onu nətər eləmək olar? Mən nə deyim, vallaha, Bəhman, indi olar. Gəlib orada zorakılıq edirsə, mən nə deyim? Gəlib olar, döyəs, öyle masaj görəm. Polisə müraciət edirsən, polis nə deyim? Polisə də, məhkəməyə də dedim. Yəni... Ayaq fikir gəbəlir, tanışım. Belədir, mübarəm. Rasim. Fevralın 8 Mart günü gəldiniz, baxış getirdiniz, düzdürmü? Da bizim zat da gəlmişdi, nə də, məhkəmə. Gəldi qapımıza da dedi, hə, bu kişinin yeridir, bu kişinin yeri yoxdur, düzdürmü? Səni də bir dəfə məhkəməyə çağırdı ki, bu kişinin yerini özünə ölçmək lazımdır. Ölçü adından niyə o baxış keçdi? Mənim başım çıxmır. İndi bir xahiş edirəm, bələdiyyəsən. Mən də sizin tabelçiliyindəyəm. Sana səs vermişəm. Bax, indi bu məhkəmə nə varmaq istəyir? Mən bilmirəm. İlqar orada mən eşitdiyimi deyirəm. Deyirdi ki, güya yerə xitam qoyulub. Xitam sözü nə deməkdir? Nə olsun İlqar deyim? İlqarın deməyindən deyil, ha, məhkəmə sağ nəsə bildiriş verib, bir gün xitam verildi. Yox, Ədilə xanım bana dedi ki, yəni buradan... İlqarın dediyindən qulaq asmayın ki, o kimsə qıraqdan bir söz deyir. O yox, Ədilə xanım elə bir 8-ci günü getdik də, mən də çıxdım, getdim. 9-unda mən getdim oraya. 9-unda mən oraya getdim. Ofşum, Ədilə məni zad elədi də, bir iki adam var idi, başladı o ambanzad eləndi, mən də qaçdım, dedim ki, mən məhkəmədən şikayət edeceğim Ədilə xanıma. Şikayət yaz. O da konkret olaraq dedi, yazmıram. Sonra qaçdı, dedi ki, mən Rasimlə danışmışam, Rasimlə, sənlə. Ki, mən sənin üstünü ərizə yazmalıyam, sən imtina eləməlisən. Onun təzdən işi qaytarıb ixtisas məhkəməsinə verilməlidir. O doğrudur, yoxsa səhv? Sənin işinə ixtisas məhkəməsində baxmalıdırlar. Və o ixtisas məhkəməsindən Ədilə xanım gətirib axı məni bura. Elə zadın özü də, Tofiq müəllimin özü də bura gətirib ki, mən zad eləmişəm, mən ləğv eləyəcəm. Mənim başıma niyə oynasın? Elə bilirlər eləsinlər, mən nə deyim, vallaha, mən indi hüquqşünas görürəm, bir şey görürəm. Yox, heç kim bu yerin kartası var da, birinci kartası. Mən o cümlədən bax, dedim, ha, sənədi gətir də, mənim önümdə olan sənət alqısı haqqı. Qabilin vaxtında. 2009'da olmuşdu da alqısı haqqı. Onun üstü Petat'dan bir. Onda Naqev Ayaz sağ idi. Düzdür mü? Yer üst-üstə düşürdü, Naqev Ayaz da bana bildirdi ki, bax qardaş, bələdiyyə yeri İlqarın qabağı var, 24 sot, rəhmətli arvadımın adına olan yer. Ölərinə rəhmət, bir dənə sənət dedi, ora Petatdanov dedi. O bir yerin senatları 2007-2008 islahatdan keçmə yerdir. İndi qabil saxtalıq eləyib. Kim saxtalıq eləyib, qardaş? Mən haqqımı istəyirəm. Sən də bələdiyyəsən. 3 ildir bələdiyyəsən, düzdür, Xaçbulaqda. Qabil də səndən mavinin olub, hər şeyi bilirsən. Nə yaxşı, bax, Leylanın, Diləfirüzün, bir də mənim nənəm Saranın yeri Rəcəbin təpəlindən çıxdı, düzdür? 2010'da. Bilirsən də, eşidərsən, bələdiyyə olursan. Qaldım mən də təkəmdim. Mən rəhmətli yanam ora bir məhəllənin pulunu Aşırova verib. Aşırov da qəflətən öləndən sonra Allah rəhmət eləsin, nətər deyərlər,
Qəni rəhmət eləsin. Ondan sonra da Fəxrəddin Cabbarovun vaxtında Ayaz özü bana həmən o sənətdə dedi ki, mən həmən pulu mən səndən danırdım. Bana 2009'da dedi. Yoldaşım öləndə də dedi, bizim pulu yiyib, dedim, Ayaz səndən qabaq ölübdür. Yiyənməyibdi, o deyibdi, nədir sözü, mən özüm atıb düşünmürəm. Lazım deyil, ağrıysan, qıraqsan, ağrı çəkirdi. Yəni söhbət ondan getmir. Mən bunu heç kəsə demədim. Və açıqlayıram mən. Nədir. Qabil də bilir, hamısı da bilir. Nədir, bax hesab. Bu birbaşa bələdiyyənin salatındədir ki, o İslahat devrindən verilmiş yeri heç kim, o şahbaz, o şum yerlərin hamısını o yer eləməklə deyil. Qardaş, mənim haqqım qanun özümə qayıtmalıdır. Burada o İqtisad məhkəməsinin səlahiyyətinə aiddir. Onu rayon məhkəməsinə yox, İqtisad məhkəməsi həll eləməlidir. Onda da heç müqaviləməmiz yox idi bizim Ədilə xanımla. Yəni açığı deyim, Tofiq müəllim mənə tutub onu. Mən savadsız besavad adamam. Həmə dünya görüşdün sana. Yəni biz getdik orada, o İqtisad məhkəməsinin adı da Fikrət idi, Fikrət müəllim. O Ədilə xanımla mənə izah elədi ki, bax bu kişinin əziyyət çəkməmək üçün Tofiq müəllim ləğv verəndə ekspertiza saxta olubdur, təkrarən ekspertiza keçirilməlidir, təkrarən. Belə dedi. Ədilə xanıma da izah elədi, mənə da. Nəsə ki, Daşkəsən rayonunda Tofiq müəllim başa salarsan, bu kişinin işini bu cürə ləğv eləyər, bu kişi əziyyət çəkməməlidir, bu kişi torpağına sahiblik eləməlidir. Ədilə xanım da dedi, o problem deyil, belə elə. Təzdəndən o mənlə elə bil ki, yanvar ayında, da sən elə bil yanvar ayıydı, da sən də gəldin, sən də çağırdılar. Yadındadır mı? Neçəsi idi sən mənim zaman, mənim yadımda deyil. Mən piribizli dilini bilsən nədən bilirəm? O dedin, kafe yanı ver, səndən sonra 2 gündən mi sonra rastlaşdıq rayona getdim, səndən. O hasa idi qadınam, yanvar idi, yoxsa fevral? Kafe yanında Mart'ın 3'ü. Mart'ın 3'ü, ay qadınam, elə düz deyəcəm. Mən də elə yanvarın 27'si ondan elə bil, 26'sı 27'si müqaviləmə bağlamışıq. O mənə Allah'dır ki, bu elə belə şeydir. O akaz vasitə orada yazılıbdır, mənim yoldaşım oxumamışdı. Orada yazılıb ki, hər yerdə notarialını mənim əvəzimdən o adam iştirak elə bilər. Mən onu əvvəlcə Naxçıvandan bir tanış var idi. Sabahda adama mən razı olmadım ki, yox, bunu sən götürüb kiməsədən ağara bilərsən, mən elə müqaviləməyə razı deyəm. Bunlar məni zad elədi, ona görə də mən Ədilə xanımla imtina eləmişəm. İndi ona görə də bələdiyyəsən, mən səndən xahiş edirəm ki, dönə, prezidentimiz də Allah canına sağlıq versin, mən prezidentimlə fəxr edirəm, qürur duyuram. Allah onun canını saxlasın, ilahi onun köməyində dursun. O xalqın arxasıdır. Çıxışında da dedi ki, mən nazirlərə demişəm ki, xalqı incitməsinlər. Mən də bax, sən də xalqın bir nümayəndəsidir. Qardaş, mənim əkənəyimi saxladı Həsən, özün bilirsən, neçə ildir bələdiyyəsən sən? Bizim kətdə, qarşında. 2010'da mı qarşıbdı bizim bələdiyyə? Mən onu Paşlı xama buraxmışdım. 3 ildə əkib becərirəm, bu 4-cü ildir. Ondan qabaq da, yəni Tahir Kərimov da telefonda təsdiq elədi ki, bəli, mən məktəbin 2008'də məktəbin qabağında zilaf getirirdi, məktəbin arxa tikəsində kələm qartov olubdur. Yəni sırf bizim yerdir. Həmən 2009'da da Naqiyev Ayazda demişdi ki, mən onun xəbərini tutmuşdum. Özüm deyirdim ki, arxı var ayışı qoy çıxartsınlar. Ayazda deyirdi, kələpalanı yığ, buradan rədd olmalısan. Yəni onu mən Tahir Kərimova bazarda dedi, kimin nə şikayəti var, müraciətini eləyə bilər. Mən də dedim ki, mən əl qaldırdım da dedim, mənim müraciətim var. Dedi, nədir? Dedim, prezidentin qəbuluna düşmək hasaddır, kim sizi? Dedi, ona söz, dedim, mənim yerim. Onda Əli Esat zad elədi, Nizami müəllim də işləyirdi. Bizim Nizami müəllim. Ona tapşırdı, ofşuman, bam, söhbət. Gördüm ki, mən nətər deyim, belə pis çıxmasın.
deyir qoyunu çobana tapşırırlar. Həm də qoyunu canavara tapşırdılar. Başa düşdün qadına? Palamın canı teli oldu. Mən də sıraldı tarihdə Islahat devri ya... O balamın canı çıfaq elədi. O deyim də, Islahat devri mən Hüseytdən qazandığımı... Balamın canısı yox, Allaha qurban olun. Mən oruç tutan adamam qardaş. Mən Allaha dua eləyirəm. 66 rayonun icra başçısına yazmışam. Özdə fikrimdə yazdığım fikir də bu olub. Ayın 15-i martda yazmışam. Martda. Müraciət eləmişəm. Hamısından ki, məni hörmətli prezidentimiz qəbul eləsin. Hə. Yəni, söhbət ondan gedir ki, qadınam, mən onu kitabdan oxumuram. Allahıma min şükür oxuyuram. Yəni, belədir. Sağ ol. Yəni, söhbət ondan getmir. Söhbət odur ki, bana köməkli elə yerməkdirim. Bilirəm, bunu, mən bilirəm, bu nədir, bu məhkəmədir, kimdirsə də əl-altı tutub, kimdən də konkret şahbazdır. İndi də ki, keçifdir, bəx torpaq şöbəsi ləğv olundu, indi də kənd təsərrüfatına keçif ki, milləti süründürər. Mən yenə də deyirəm, mən qardaş, ölsəm də mən torpağımdan vermərəm. Mən demişim. Hökumətin, dövlətin, rəhmətli Heydər Əliyevin verdiyi torpaqdır, nəyə görə verməm? Bəli, mən də ona görə deyirəm ki, mən həməşə, mən bilirəm ki, mənim hörmətli prezidentim İlham Əliyev almır. Burada bəzi məmurlar mənim istəyir ki, torpağımdan qazanarlar. Mən də onlara deyirəm ki, kim vəzifəsində düzgün işləmir, Allah onlara ar eləsin. Dünya da onlara dar olsun. Nətər ermənlərə dar olub, onlara o cür olmalıdır. Yəni, nə deyim, indi bələdiyyəsən, mən də sağ müraciət elədim. İndi kənd sovetinə də deyərəm. İndi qar yağıb, yaqın ki, açılanda bir, yenə də şikayət eləyirəm. Yəni, sağa da dedim, deyim ki, görüm. Bildim, ey Bəhman, valla indi o mənim səlahiyyətim ait deyil. Ona polis yapsınız, polis gəlib üstündə durmalıdır, texnikal salıb, yanında durvəkdirməlidir ki, nəsə orada... Ay, polis gəlmişdi. Rafael müəllim gəlib, bilsən nə deyir? Deyir ki, bura deyir güya 99'da, deyir 99'da Mehman müəllimə verilir. Mənim gülməyim tutdu. Çünki həmən ərəfədə Mehman müəllim ora ağac səhbəyib, məsələn, kartof, kələm yetişdirməyibdi. Bütün el görübdü, düzdür, bəlkə də toy kasetlərində düşübdü. Toy kasetlərində düşübdü. Mən bilirəm, Söyüngildə düşüb, bir dəfə Söyündən istədim, kaseti vermədi. Sen onu indi haradasa da o kaset var da, mənim öz kasetimi yoxladım, öyümüzün. Öyümüzün qabaq tərəfində kələm belə səpilməyə düşübdü. Ehtiyac yoxdur. Mehman müəllim KBB-dir, hər nədirsə da, geçsin, halalla pul qazansın, gəlib kimisə də yerini zəbt eləyib qazanmaz. Düz deyirəm, yoxsa yox. Mən üzü görürəm ki, məni milisə qeyri-qanuni həbs eləməkdə, nə bilim, belə mehmanın dəli var, o öküşdir, bilmirəm, nə adı, Zöhrabdır, nədir? Odur, o Raminlə bir yerə yığışmışdılar. Bunlar hamısı bir qrup alverçidir, şahbazın adamlarıdır. Sağ ol. Bəli, mən üzə başa düşürəm. Ona görə bilirəm ki, sən 2010'da girifsən, sən dedin qardaş. Mən sana prost bir insan kimi inandım ki, dedin qardaş, mən o yerə qarışmamışam. Məndən qabaq olub, ay Bəhman, vallahi sözündə... Yox, səndən qabaq olmuyor və sənədlər daldeydə gizdində saxlana bilər köhnə bələdiyyənin adından. Çünki ora bizim istifadəmizdə olub. Bizdən qabaq ola bilməz. Başa düşdünmü? O, Ayaz öləndən sonra düzqoşa keçiblər ki, Bəhman heç nə bilmir, düzqoş aparacaq. Mən gördüm o düzqoşu, Məryəm gəldi, nə bilim, Ramin, nə bilim, sonra geçdilər, belə elə. Məryəm gəlmişdi mənim üstümə, sən bizlə bir olmalısan. Gördüm, xeyr ola, mən sənlə bir olmalıyam. Mən sənlə nəyə görə bir olmalıyam?
Sən qardaşının heç gör də qismət olmayıb. İndi məsələn var bölməliyəm mən. Sağ ol, sağ ol. Mənə elə gəlir ki, mən aid elədim. Bu bələdiyyə bütün sənətin, hansı ki, sənədin əsli Toz rayonunda hansı mütəxəssis tərəfindən düz qoşuş aparılıb, gizlənilir, əsli mən yenə də dönə-dönə hörmətli prezidentimiz İlham Əliyev cənablarından xahiş edirəm ki, bu işi mütəxəssis ayırsın və mənim haqqım özümə qaytarsın. Qaytarılmasa da belə, mən prezidentimlə fəxr eləyirəm. Eşq olsun bizim prezidentimizə. Prezidentimi istəməyən insanlara ar olsun. Biz prezidentimizin hamımız arxasında bir nəfər kimi durmalıyıq. Prezident bizim arxamızdır. Prezidentimiz var olsun.